Salam, hörmətli dinləyicilər. Bugünkü dərsimiz bir məhsullu tənliklər mövzusudur. Biz bu günləri bir məhsul tənlikləri necə həll olunur, onu öyrənəcəyik. Bir məhsul tənlikləri içərisində kvadrat tənliklər, irrasional tənliklər, modul tənliklər, rasional tənlikləri öyrənmiş olacağıq. Deməli, birinci tənliyin tərifini verək. Tənlik nəyə deyilir? Məhsulu dəyişənə olan bərabərliyə tənlik deyilir. Burada da aşağıda gördüyümüz kimi. Tənliyin həlli və ya kökü nədir? Məhsulun tənliyi doğru bərabərliyə çevirən qiymətinə tənliyin kökü və ya həlli deyilir. Yəni, misal üçün, burada verilib tənlik. Bu tənliyi biz həll etdiyimiz zaman aldığımız x bərabər 8-ədir tənliyin köküdür. Həllər çoxluğu eyni olan tənliklərə eyni güclü tənliklər deyilir. Yəni, 2 dənə tənlikdir. Onları həll etdiyimiz zaman hər ikisinin həlli eyni ədədlər olarsa, onda deyilir bu tənliklər eyni güclü tənliklərdir. Həllər çoxluğu boş olan 2 tənlik də eyni güclü tənliklərdir. Boş çoxluq, misal üçün, tutaq ki, burada yazıram. Modulda x-1 bərabərdir -5 və yaxud da kök altında x plus 1 bərabərdir -3. Bunların hər ikisinin həlli boş çoxluqdur. Çünki moduldan müsbət çıxır. Kök kvadrat kökdən də həmişə müsbət çıxır. Ona görə bunlar nə deyilir? Eyni güclü tənliklərdir. Çünki hər ikisinin həllər çoxluğu boş çoxluqdur. İndi xətti tənliklərin həllinə baxaq. Ax plus 1 bərabər 0 şəklində verilən tənliklər xətti tənliklərdir. Yəni, xətti tənlik ax bərabərdir b şəklində də verilə bilər. Fərqi yoxdur. Və yaxud da ax çıxılsın b bərabərdir 0 şəklində də verilə bilər. Xətti tənliklərin nə vaxt həlli var, nə vaxt həlli yoxdur, nə vaxt sonsuz sayda həlli var. Bax, burada a, x-in əmsalı a sıfırdan fərqli olarsa, tənliyin yeganə həlli olur. Onda tənliyin həlli x bərabərdir, b bölünsün a olmuş olur. İkinci halda isə ax bərabərdir b şəklində verilibsə, onda tənlik bu şəkildə düşür. Çünki a sıfır olanda 0 vur x bərabərdir b olur. Biz də bilirik ki, 0-ı istənilən ədədə vuranda cavab 0 alınır. Ona görə burada b sıfırdan fərqli olduqda bunun həlli olmur. Üçüncü halda isə a da sıfırdır, b də sıfırdır. Onda 0 vur x bərabərdir 0 şəklinə düşür. X-i də istənilən ədədə, 0-ı da istənilən ədədə vurduqda 0 edir. Ona görə burada tənliyin sonsuz sayda həlli olmuş olur. Burada misalda verilib a çıxı 2 vurulsun x bərabərdir 6 tənlik üçün aşağıdakılardan hansını yazmaq olar? Birincisi, bu əmsal, x-in əmsalı əgər sıfırdan fərqlidirsə, onda deyirik yeganə həlli var. Yəni, 2-dən başqa bütün qiymətlərdə bunun həlli var. Bu həlli belə də yazmaq olur. A daxildir mənfi sonsuzluq 2 birləşir 2 müsbət sonsuzluq. Yəni, 2-dən başqa bütün ədədlərdə bu tənliyin həlli var. Nə vaxt həlli olmaz? Biraz əvvəl dedik ki, x-in əmsalı 0, b amba 0-dan fərqli olarsa. Burada b 6-dır. Burada yenə göstərək. b 6-dır, 0-dan fərqli. Həlli olmaması üçün deməli a çıxı 2, yəni a-nın yerində elə ki, a çıxı 2 durub. Burası 0 olarsa, onda tənliyin kökü olmaz. Niyə görə kökü olmaz? Çünki a 2 olduqda 0 vur x bərabərdir 6 eləyir. Buradan da 1-i 2, 0-ı x-ə vuranda 0 edir. Amma burada 6 yazım, ona görə bunun həlli yoxdur. Yenə burada nümunədə gördüyümüz kimi mx çıx 4 bərabərdir m plus 3x tənliyin sonsuz sayda həlli olarsa, m vur n hasını tapın. İlk öncə biz burada tənliyi ax bərabərdir b şəklinə salmalıyıq. Bunun üçün də x-lərlə olanları sol tərəfə keçirik. Məsələn, 3x-də sola keçiririk. mx çıxılsın 3x alırıq. Ədədi isə sağa keçsə m plus 4. Yəni, artıq m çıx 3 vur x, m plus 4 almış olduq. Deməli, burada a-nın yerində durub m çıx 3, b-nin yerində durubsə m plus 4. Biz də sonsuz sayda həll olması üçün dedik, burada 0 olsun, bu da 0 olsun. Yəni, a da b də 0 olsun. Yəni, m çıx 3 0 olsun, m plus 4 də 0 olsun. Buradan da tapırıq ki, m bərabərdir 3, n də bərabərdir -4. Onda m-in hasılı olur -12. Yəni, cavab olur -12.
İndi burada yenə dimin test topusunda olan suallardan bir dənəsi verilib. A parametrin hansı qiymətində tənliyin həlli yoxdur. Yenə bunu biz ümumi olaraq AX bərabərdir 5 şəklinə salaq. Onun üçün də mötərizəni vursaq, 3-ü mötərizənin içərisinə vursaq, 12AX çıx 9 çıx 7A bərabərdir. Mənfi 3X çıx 9 çıx 8. Buradan X'i sol tərəfə keçsək, 12AX üstəgəl 3X mənfi 9 çıx 7 yanı da sağa keçsək, onlar 7A mənfi olduqca sağda müsbət, mənfi 9 müsbət 9 7 çıxılsın 8 almış oluruq. Buradan da 12A üstəgəl 3 X-i mötərizə xaricinə çıxartdığımız zaman belə yaza bilərik. 12A plus A, bunu deyir ki, həlli yoxdur. Həlli olmaması üçün nə olmalıdır? A 0, B isə fərqli 0 olmalıdır. Buradan da alırıq ki, 12A plus 3 bərabərdir 0, 7 açıq 8 isə fərqli 0. Buradan isə alırıq ki, 12A bərabərdir mənfi 3, A da bərabərdir mənfi. Yəni, A-nın mənfi 4də 1 qiymətində bu tənliyin həlli yoxdur. İndi isə kvadrat tənlik və onların həllinin araşdırması məsələsinə baxaq. Kvadrat tənlik nə deyilir? AX kvadrat üstəgəl BX üstəgəl C bərabərdir 0 şəklində olan. Amma burada A mütləqin olmalıdır, fərqli 0. Çünki A 0 olarsa, onda bura 0 olar, o xətti tənliyə çevrilmiş olar. Mütləq A fərqli 0 olmalıdır. Deməli, bu şəkildə verilmiş tənliyə kvadrat tənlik deyilir. Kvadrat tənliyin diskriminant üsulu da həlli. Kvadrat tənlikləri bir neçə cür həll etmək olar. Amma ən geniş yayılmış üsullardan biri diskriminant üsuludur. Deməli, burada diskriminant nəyə bərabərdir? B kvadrat çıxılsın 4AC. Birinci diskriminantı tapırıq. Sonra köklərdə diskriminantdan istifadə edərək kökləri tapmış oluruq. Mənfi B, burada B müsbət olanda burada əksi olur. Mənfi B çıx kökdə D bölü 2A. Mənfi B üstəgəl kökdə D bölü 2A. Burada görürsünüz ki, timin qəbul 2003-də qəbula düşən sualıdır. Burada nə edirik biz? Tənliyi diskriminantla həll etməyə çalışaq. Diskriminantla həll etdiyimiz zaman B kvadrat, B-nin yerində nə durub burada? 1 durub. Çıxsın 4AC. 4 vur 7 vur mənfi 8 bərabərdir 225. Deməli, onda kök altda da 225 olduğuna görə orada cavab da 15 çıxır. Mənfi 1. Bax, burada B müsbət 1-dir, amma burada mənfi 1 yazılır. Mənfi 1 çıxır ki, 15 bölü 14, 2A, 2 vur 7, 14 eləyir. Cavab olur mənfi 7, 8. Bir dəfə minus, bir dəfə də plus yazıb, ikincidə isə cavabı 1 almış oluruq. Yarıya bölmə üsulu var. Düzdür, bu çox geniş istifadə olunmur, amma bundan da istifadə edərək, yəni burada B-nin qiyməti böyük olanda yarıya bölmə üsulundan həll etmək daha əlverişlidir. Onda diskriminant burada D1 kimi yazsaq, yəni bu diskriminant artıq burada fərqli olur. B bölü 2-nin kvadratı çıxılsın AC. Yəni bunu əslində biz 4-ə bölməklə almış oluruq. B kvadrat bölü 4 nə olur? B bölü 2-nin kvadratı 4AC-ni 4-ə böləndə çıx AC qalmış olur. Yəni bu əslində diskriminantı 4-ə böləndə bunu almış oluruq. Sonra burada x1 bərabərdir. Köklərdədir ki, sürət məxrəci 2-yə böldüyümüz zaman gəlib bu düstur çıxır. B bölü mənfi B bölü 2 olur. Kök altında burada D1 yazaq. D1 olur. Bölünsün. 2A olmur artıq A olur. Yəni bu şəkildə də həll eləyə bilərsiniz tənliyi. İndi dimin test topusunda olan belə bir dənə tənlik var. Kvadrat tənliklərə aid. Bunu necə həll edəcəyik? Deməli, burada x kvadrat plus 2x. Ona bir dənə t əvəzləməsi aparıb. 2x bərabərdir t əvəzləməsi aparsaq. T çıx 3-ün kvadratı vurulsun t plus 2. Daha doğrusu t çıx 3-ün kvadratı olmur burada. Elə t çıx 3. X kvadrat plus 2x-ə t əvəzləməsi yaparan zaman t çıx 3 vurulsun t plus 2 bərabərdir mənfi 4. Bunu da vurub açan zaman t kvadrat mənfi 3t plus 2t çıx t. Buradan da alırıq t kvadrat çıx t çıx 2 bərabərdir 0. Bunu da Viet teoreminə görə yazsaq, yəni diskriminantla mən yazmıram. Diskriminantı
Biraz sonra vektörünü izah edəcəyik. Orada təkrar edəcəyik. Deməli, köklərin cəmi müsbət 1, T1 vur T2 isə olur -2. İndi hansı ki də vuranda -2 toplayanda müsbət 1 eləyər? Təbii ki, -1 ilə T2 də bərabərdir 2 olur. Çünki vuranda -2 toplayanda müsbət 1 olmalıdır. İndi əvəzləmədə yerinə yazsaq, deməli, x kvadrat üstəgəl 2x bərabərdir -1, x kvadrat üstəgəl 2x üstəgəl 1 bərabərdir 0. Bu da x plus 1-in kvadratı bərabərdir 0, x olur -1. Bunların hər birisini burada solda t kvadrat çıx, t çıx 2 və 0. Bunu siz özünüz diskriminantla da tapa bilərsiniz. Amma mən vektörümə görə tapdım. Burada da 2 əlinin kvadrat şəklində tapdım. Burada çıxman 0 olduğu üçün 2 bərabər kök olur. Biraz sonra onu deyəcəyik. Burada olur -1. Bir də x kvadrat üstəgəl 2x bərabərdir 2 yazırıq. Buradan da x kvadrat üstəgəl 2x çıx 2 bərabərdir 0. Bunu artıq burada diskriminant yazacaq. Çünki nə viyetlə yazmaq sərfəlidir, nə də başqa cür yazmaq olmur bunu, vurğuları ayırmaqla. Onun üçün də diskriminantı tapsaq burada d bərabərdir b kvadrat, yəni 2-nin kvadratı çıxılsın 4 vur 1 vur -2. Bu da eləyir 4 vur 2 8, -4 vur -2 8 üstəgəl 12. Burada olur diskriminant 12. Onda buradan davamını yazsaq x1 bərabərdir. İndi burada x1 bərabərdir -2 üstəgəl çıx kök altda 12 birinci yazaq, daha doğrusu üstəgəl sonra yazaq. Bölünsün 2-ə, yəni 2. O biri kök isə x2 bərabərdir -2 plus kök altda 12 bölü 2. Bunu da yaza bilərik kökdə 12-də -2 kökdə 12 yaza bilərik 2 kökdə 3 bölü 2. Bunu da 2-yə böləndə -1 plus kökdə 3, yəni kökdə 3 minus 1. Cavab olur kökdə 3 minus 1. Yəni müsbət kökün soruşu olduğu B bəndi. İndi isə kvadrat tənliyinin həllinin varlığı məsələsi var. Yəni diskriminant üçün burada 3 hal var. Birinci, diskriminant böyükdür 0 ola bilər. Diskriminant böyük 0 olduqda deyirik ki, kvadrat tənliyinin 2 müxtəlif həqiqi kökü var. İkinci hal d bərabərdir 0 olduqda deyirik ki, tənliyin 2 bərabər kökü və yaxud da yeganə həlli var. Yəni x1 ilə x2 bir-birinə bərabər olur. Sonra üçüncü halda isə d kiçikdir 0 olduqda isə tənliyin həqiqi kökü yoxdur. Amma əslində kompleks kökləri olur. Yəni kompleks ədədləri biz keçən zaman orada d kiçik 0 olduqda yenə də kvadrat tənliyi həll edib kompleks köklərini tapmış olacaq. Məsələn, burada 2009-da qəbula düşən sual A parametrinin hansı qiymətlərində ax kvadrat üstəgəl 2x üstəgəl 1 bərabərdir 0 tənliyin 2 müxtəlif həqiqi kökü var. Deməli, bunun üçün nə olmalıdır? Diskriminantı tapırıq. D bərabərdir yazırıq. 4b kvadrat, yəni 2-nin kvadratı çıxsın 4ac. A burada ilə A qalıb, C də 1-dir. 4a böyükdür 0. Buradan da alırıq ki, -4a böyükdür. Yəni, əslində belə olur. -4a böyükdür, -4. Bunu da hər tərəfi -4-ə böləndə A kiçikdir, 1 alınır. Yəni, cavab olur -sonsuzluq 1 olmalıdır. Amma burada bir dənə məsələ var. Çünki biz demişik ki, kvadrat tənlikdə A sıfırdan fərqli olmalıdır. Əgər A sıfır olarsa, onda nə olar? 2 müxtəlif həqiqi kökü olmaz, 1 kökü olar. Əgər burada desək ki, tənliyin həqiqi kökü var, onda A fərqli 0 götürməyəcək. Amma burada deyir ki, 2 müxtəlif həqiqi kök var. 2 müxtəlif həqiqi kök olması üçün A mütləqin olmalıdır, 0-dan fərqli olmalıdır. Yəni, burada diqqətli olmaq lazımdır. Sualın şərtində nə deyir deyə. 2 müxtəlif həqiqi kökü var dediyi üçün ona görə belə yazır. Amma desəydi ki, həqiqi kökü var, onda D daha doğrusu burada nə yazacaqdıq? Böyük bərabərdir 0 yazacaqdıq. Yəni, orada artıq fərqli cür olacaqdır. Deməli, 2 müxtəlif həqiqi kökü olması üçün A fərqli 0 və D böyükdür 0. Amma yenə deyirəm, əgər desək tənliyin həqiqi kökü var, onda D böyük bərabərdir 0 götürəcəkdir və
A-nı da sıfırdan fərqli götürməyəcəyik. Çünki onda A sıfır olanda olur xətti tənlik. Xətti tənlikdə yenə tənliyin kökü olmuş olur da, onda fərqi yoxdur. Yəni burada diqqətli olmaq lazımdır. Burada isə A parametrinin hansı qiymətində yenə kvadrat tənliyin 2 bərabər kökü var. 2 bərabər kökü olanda isə D bərabərdir nə olur? 0. B-nin kvadratı, yəni -6-nın kvadratı çıxılsın 4A 1-dir. C də A kvadratdır. 4A kvadrat bərabərdir 0. Buradan da tapırıq. A bərabərdir müsbət -6. İndi isə natavan kvadrat tənlik. Natavan kvadrat tənlik nəyə deyilir? B və C-dən biri və yaxud da hər ikisi 0 olan hal. Onda adlanır natavan kvadrat tənlik. Birinci hal C bərabərdir 0 olsa tənliyin yalnız bir kökü 0-a bərabər olur. Və yaxud da burada belə də deyə bilər. Tənliyin kökləri hansı 0-a bərabər olarsa, çünki biri 0-dırsa, avtomatik onda x1 vur x2-də nə olur? Bərabərdir 0 olur. Tənliyin kökləri hansı nə vaxt 0 olur? C 0 olarsa və yaxud da yalnız bir kökü 0 olarsa, misalın şərtində bu şəkildə soruşa bilər. Tənliyin kökləri hansı 0-dır, deməli C 0-dır. Tənliyin yalnız bir kökü 0-dır, deməli C 0-dır. Onda kvadrat tənlik bu şəkildə düşür. Ax kvadrat plus bx bərabər 0. Burada da x-i mötərizə xaricinə çıxartsaq, yəni bunun həlli belə olur. X-i mötərizə xaricinə çıxardırıq. Ax plus b bərabər 0. Kökün biri nə vaxt hansı 0 olar? Biri 0 olsun. x1 0-dır. O birisi, yəni və yaxud da ax plus b bərabər 0. Buradan da ax bərabərdir mənfi b, x bərabərdir mənfi b böl A olmuş olur. Misal üçün yazaq 3x kvadrat çıxılsın 6x bərabərdir 0. Buradan x-i mötərizə xaricinə çıxarsaq nə olar? 3x çıx 6 bərabərdir 0. Kökün biri olur 0. Bir də 3x çıx 6 bərabərdir 0. O da olur neçə? 2. Yəni kökün biri olur 0, biri oldu 2. Yəni burada diskriminanta ehtiyac yoxdur. X-i mötərizə xaricinə çıxardıb o şəkildə vurğuları ayırıb kökləri tapmış oluruq. İkinci hal, əgər B bərabərdir 0 olarsa, onda tənliyin kökləri əks işarəli olur. Burada da nə soruşa bilər? Tənliyin kökləri cəmi 0 olarsa, deməli kökləri cəmi 0 olarsa, onda B nə olmalıdır? Mütləq 0 olmalıdır. Yəni və yaxud da burada tənliyin kökləri qarşılıqlı əks ədədlərdirsə, qarşılıqlı əks ədədlər nə edilirdi? Cəm 0 olurdu. Əgər cəm 0-dırsa, həmin ədədlərə qarşılıqlı əks ədədlər edilir. Deməli, kökləri əks işarəlidirsə, onda cəm 0-dır. Yəni, B 0-dır. Burada da bu şəkildə tənliyi həll eləmiş olurum. Misal üçün yazıram burada. Deyək ki, 3x kvadrat çıxılsın 12. Bərabərdir 0. Yoxsa B burada nədir? 0-dır. Buradan da 3x kvadrat bərabərdir 12. X kvadrat bərabərdir 4. Buradan da x biri olur mənfi 2. Biri olur müsbət 2. Nə oldu? Köklər qarşılıqlı əks işarəli oldu və cəm də 0 olmuş olur. Yəni, tənliyin kökləri cəmi 0-dırsa, deməli B 0 olur. Tənliyin kökləri əks işarəlidirsə, deməli B 0 olmuş olur. Üçüncü halda isə B də 0-dır, C də 0-dır. Onda hər iki kök 0-a bərabər olmuş olur. Deyək ki, 5x kvadrat bərabərdir 0. Burada x1 də 0-dır. x2 də 0-dır. Yəni, hər iki kökü 0 olması üçün B və C hər ikisi 0 olması lazımdır. İndi burada demin test opsiyasında olan sualdır. Deyir ki, m parametri hansı qiymətində x kvadrat üstə gəl m plus 5 vur x üstə gəl modul m çıx 5 bərabərdir tənliyi 0 tənliyinin yalnız bir kökü 0-a bərabərdir. Yalnız bir kökü 0-dırsa, onda bura nə olmalıdır? 0 olmalıdır. Bura isə nə olmalıdır? 0-dan fərqli olmalıdır. Onda yəni modulda m çıx 5 bərabərdir 0. Amma m plus 5 nə olmalıdır? Yəni B-nin yerində nə durub burada? M plus 5. Bu isə C-nin yerində durub. Onda m plus 5 fərqli 0. Buradan da alırıq ki, modulda müsbət mənfi 5 qoysaq, bu tənliyin birinci tənliyin kökü müsbət mənfi 5-dir. Burada isə m fərqlidir mənfi 5. Ona görə mənfi 5 götürə bilmirik. M bərabərdir yalnız 5 götürürük. Əgər desəydi hər iki kökü 0-dır, onda m-ə mənfi 5 qoyacaqdır. Mənfi 5 qoyanda burada 0 olur. Burada 0 olur. Onda cavab mənfi 5 olacaq. Desəydik hər iki kökü 0-dır,
cavab -5. Amma yalnız bir kökü 0, cavab müsbət 5 almış oluruq. Burada sualın şərtində diqqətlə baxmaq lazımdır ki, səhv olmasın. İndi isə gəlirik Viet teoremi, çevrilmiş kvadrat tənliyi, Viet teoremi və tərs teoremi. Çevrilmiş kvadrat tənliyi birinci nəyə deyilir? Hər bir kvadrat tənliyi çevrilmiş kvadrat tənliyi gətirə bilərik. Məsələn, burada görürük ki, hər tərəfi nəyə bölürük? A-ya bölsək burada olur. Onda x kvadrat b böl a, x üstə gəl c böl a bərabərdir 0. Misal üçün burada yazıram, deyirəm ki, tutaq ki 4x kvadrat çıxılsın 6x üstə gəl 7. Məsələn, bu bildiyimiz kvadrat tənlik, amma bu çevrilmiş kvadrat tənlik deyil. Biz bunu çevrilmiş kvadrat tənliyi gətirmək üçün hər tərəfi 4-ə bölürük. 4-ə böləndə nə olur? X kvadrat 4-də 6x üstə gəl 4-də 7 bərabərdir 0. Yəni bunu buradan istəsəz 4-də 6-nı da 2x çarı eləsək, 2-də 3x üstə gəl 4-də 7 bərabərdir 0. Yəni bu yuxarıdakı kvadrat tənliyi çevrilmiş kvadrat tənliyi gətirmiş olduq. Çevrilmiş kvadrat tənliyi nəyə deyilir özü? Yəni çevrilmiş kvadrat tənlikdə a bərabərdir 1 olmalıdır. İndi Viet teoremində nəyə deyilir? Çevrilmiş kvadrat tənlik köklərinin cəmi əks işarə ilə götürmüş. Bax, görürsünüz, artıq bu çevrilmiş kvadrat tənlikdir. Burada yəni a-nın yerində 1 durub. Çevrilmiş kvadrat tənlik köklərinin cəmi əks işarə ilə götürmüş ikinci həddin əmsalı. İkinci həddin əmsalı burada p-dir. Yəni onda nə əks işarə olur? Mənfi p. Hasılı isə sərbəst hədd. Sərbəst hədd artıq burada nə olub? 2 olub. P də nəyə bərabərdir? Mənfi b böl a. Yəni burada əslində bu bərabərdir nə yaza bilərik? Mənfi b böl a. Bu bilsə nədir? C böl a. İndi bu bizim tənlik üçün yazacaq onda x1 plus x2 olacaq nə? Mənfi 6 böl 4. Yəni dolayısıyla burada 2-də 3 almışıq. Mənfi 2-də 3-də. Əks işarə nə olacaq? Müsbət 2-də 3. x1 vur x2 isə nə olacaq? 4-də 7. Hə, burada qətiyyən belə xətaya yol verməyin. Şagirdlərin çoxsa bu xətanı eləyir. x1 plus x2 alır müsbət 6, x1 vur x2 müsbət 7. Amma bu çevrilmiş kvadrat tənlik deyil axı. Burada a-nın yerində 4 var. Ona görə 4-ə bölüb yazmalıyıq. Və burada aşağıda gördüyünüz kimi bu kvadrat tənlik üçün Viet teoremini yazmış olduq. Hə, birləşmiş Viet teoreminə görə indi bu 3 dərəcəli tənlikdə, bu düzdür, bizim dim test topusunda buna aid sual yoxdur, amma bu 3 dərəcəli tənlik üçün də o zaman Viet teoremi bu şəkildə yazırıq. Köklərinin cəmi yenə əks işarə ilə götürmüş ikinci həddin əmsalı çevrilmiş olması üçün burada a yenə 1 olmalıdır. Mənfi b böl a. 3-ünün hasısı isə köklərin hasısı isə nə olur? Mənfi d böl a. İndi dimin test topusunda 2006-da düşən sualdır. Deyir ki 10x kvadrat üstə gəl 3x çıx 4 bərabərdir 0 tənliyin kökləri cəmini tapın. Kökləri cəmi ona görə x1 plus x2 nə yazırıq? Mənfi 3 böl 10. Yəni mənfi 10-da 3 o dedik, mənfi 0-10-da 3. Sonra burada yenə 2017-də qəbul sualıdır. Deməli, tənliyin kökləri hasilini sıfıra çevirən k parametrin qiymətləri cəmi tapın. Bu artıq çevrilmiş kvadrat tənlidir. Burada bu 10 olduğu üçün çevrilmiş kvadrat tənliyi olmaq üçün mənfi 3 böl 10 yazıq. Burada isə bu artıq a burada 1'dir. Yəni bu çevrilmiş kvadrat tənlikdir. Ona görə burada köklərin cəmi olacaq x1 plus x2 mənfi 3. Köklərin hasılı isə sərbəst hədd. Sərbəst hədd burada nədir? Budur da bütöv hamısı götürülür. Olur C. Yəni x1 vur x2 bərabərdir k kvadrat. Çıx 7k plus 12 bərabərdir 0. Kökləri hasılını sıfıra çevirən. Yəni bu ifadə kökləri hasılı bizə verdi sərbəst həddi çevrilmiş kvadrat tənlidir. Sərbəst həddə bu ifadə olsun bərabərdir 0 yazırıq. Bu özü də öz növbəsində kvadrat tənlikdir. Və k-dan asılı k-ya görə dəyişənə görə kvadrat tənlikdir. İndi burada da yenə Viet teoreminə görə və çevrilmiş kvadrat tənlikdir. Çünki k kvadratın əmsalı 1'dir. Köklərin cəmi nə olacaq? Yenə əks işarə ilə k1 plus k2 olur 7. Bəs kökləri hasılı nə olar? Kökləri hasılı olacaq nə? k1 vur k2 bərabərdir 12. Çünki bu özü çevrilmiş kvadrat tənlikdir.
İndi burada yine dimin test opsiyonunda olan belə bir dənə sual var. X kvadrat plus 5x üstə gəlir 2 bərabər 0 tənlinin kökləri x1 və x2 olarsa, kök altında x1 kvadrat üstə gəlir kök altında 9x1 kvadrat x2 kvadrat üstə gəlir kök altında x2 kvadrat ifadəsinin qiymətini tapın. Deməli, burada birinci Viet teoreminə görə və bu çevrilmiş kvadrat tənli olduğu üçün, çünki A1-dir, köklərin cəmi əks işarə ilə götürmüş ikinci həddin əmsalı, yəni -5, x1 vur x2 isə bərabərdən olur müsbət 2, yəni sərbəst hədd olduğu üçün. İndi bu ifadə isə bu ifadə bərabərdir, aşağıdan yazıram. Burada kök altında x1 kvadrat olsun, bu moduldan çıxır, bunu kökləri keçərkən demişdik. Bu da olur modulda 3x1 x2, çünki 3x1 x2'nin kvadratıdır. Üstə gəl modulda x2. İndi biz bilmirik, burada x1 mənfidir, yoxsa müsbət. Bunu biz buradan tapacağıq. Deməli, köklərin cəmi -5, hasil isə müsbət 2 olduğu üçün, deməli, buradan belə nəticə çıxır ki, hasil müsbət, cəm mənfidirsə, hər ikisi bunlar mənfi olmalı. Çünki 2 mənfi ədədin cəmi mənfi, hasili müsbət eləyər. Başqa heç bir halda bu mümkün ola bilməz. Deməli, hər ikisi mənfidir ki, toplayanda mənfi eləyir, vuranda müsbət 2. Onda moduldan da modul x1'də nə olacaq? Mənfi olduğu üçün mənfi x1 olaraq çıxacaq. Üstə gəl, x1 vur x2 müsbət olduğu üçün, belə modul müsbət olduğu üçün, içərisi müsbət olduğu kimi çıxır. Çıxılsın, buradan da x2. Buradan da mənfi 1 çıxarsaq, x1 üstə gəl x2, üstə gəl 3x1 vur x2 yaza bilərik. Bu isə bərabərdir. Yenə x1 plus x2 -5 oldu, -5. 3x1, o da x1 x2'də 2 olduğu üçün 3 vur 2. Bu da elədi 5 üstə gəl 6. Cavab oldu 11. İndi yenə demin test opsiyonunda olan belə bir sual var. M parametri hansı qiymətində x kvadrat çıxılsın n plus 3 vurulsun x üstə gəl 5m bərabər 0 tənliyinin köklərinin kvadratları cəmi ən kiçik olar. Deməli, burada yazırıq ki, x1 plus x2 bərabərdir m üstə gəl 3, x1 vur x2 bərabərdir 5m. Viet teoreminə görə biz bunu yaza bilərik. Çünki burada A1'dir. Tənliyin köklərinin kvadratları cəmi, yəni x1 kvadrat üstə gəl x2 kvadrat. Bu da bərabərdir. A kvadrat plus b kvadrat üstünə görə, deməli, x1 plus x2'nin kvadratı çıxılsın yaza bilərik. 2x1 vur x2. x1 plus x2 m plus 3'dür. m plus 3'ün kvadratı 2 vurulsun 5m. Bu da bərabərdir. M kvadrat üstə gəl 6m üstə gəl 9 çıxılsın 10m. Bu da bərabərdir. M kvadrat çıxılsın 4m üstə gəl 9. Bunu da deyir ki, M parın hansı qiymətində tənliyin köklərin kvadratları cəmi ən kiçik qiymət alır. Bunu da biz çevirə bilərik belə. X çıx 2'nin kvadratı üstə gəl 5. İndi bu əvvəlki mövzularda tam cəhri ifadələrdə keçəndə orada ifadənin ən böyük, ən kiçik qiymət tapılması üçün qaydalar demişdik. Bunu düsturla da tapa bilərik. Ax kvadrat üstə gəl bx üstə gəl c. Bunun ən böyük qiyməti 4ac çıx b kvadrat böl 4a olurdu. X-in hansı qiymətində x bərabərdir -b böl 2a qiymət. Bu düsturdan da tapa bilərsiniz. Məsələn, burada b-nin yerində durub -4, a-nın yerində durub 1. Yəni, burada düstura görə yazsan olacaq. Olacaq əks şey deməli, -4 bölünsün 2a, a da 1'dir. Cavab olur 2. Amma buradan da görürük ki, bunun ən kiçik qiyməti 5'dir. Nə vaxt ki, bura 0 olanda. M çıx 2 bərabərdir 0, M də bərabərdir 2. Yəni, ya bu düsturdan tapa bilərsiniz, M-in hansı qiymətində deyir, ən kiçik qiymət alır. Desəydə, ən kiçik qiymətini tapın, onda cavab 5 olacaqdır. Amma burada deyir, M-in hansı qiymətində ən kiçik qiymət alır? M-in 2 qiymətində və ən kiçik qiymət də 5'dir. Ona görə cavab burada 2 götürmüş oluruq. Yine burada
4-cü 2023-cü ildə 1-ci qrupun 1-ci cəhdinə düşən qəbul imtahanı sualıdır. Deyir, tənliyin 2 bərabər kökü olarsa, M parametrinin ala biləcəyi qiymətlərin cəmini tapın. Bunun üçün 2 bərabər kök olması üçün D bərabərdir 0. D'miz də burada B'nin yerində 3B durub, C'nin yerində bu durub, A'nın da yerində 1 durub. Bu da A'dır. Onda B kvadrat çıx 4AC bərabərdir 0. B'nin də yerinə 3P'nin kvadratı çıxılsın 4 vur A 1'dir. C isə P kvadrat 10P çıx 5 bərabərdir 0. Buradan deyirik 9P kvadrat çıx 4P kvadrat çıx 40P üstə gəl 20 bərabərdir 0. Bu deyirik 5P kvadrat çıx 40P plus 20 bərabərdir 0. P perimetrin ala biləcəyi qiymətlərin cəmi buradan da olur P1 plus P2 bərabərdir əks işarə ilə, yəni müsbət 40/5, o da cavab 8. Yəni cavab oldu 8. İndi isə kökləri x1 və x2 olan kvadrat tənliyi yazın deyəndə və yaxud da kvadrat tənliyi qurun, deməli necə yazırıq? Köklərin cəmi əks işarə ilə götürülmüş ikinci həddin əmsalı, hasil isə sərbəst hədd olduğu üçün deməli kökləri x1 və x2 olan kvadrat tənlik bu şəkildə yazılır. Və burada gördüyümüz kimi demin test topusunda olan sualda deməli kökləri kökdə 12 və mənfi kökdə 3 olan çevrilmiş kvadrat tənliyi göstərir. Onun üçün də biz nə edirik? Birinci bu kökləri toplayırıq. Kök altda 12, 2 kökdə 3'dür, x2 də mənfi kökdə 3. Bunları topladığımız zaman olur nə? Kökdə 3. Vuranda isə olur neçə? Mənfi 6. İndi deməli onda yazıyıq. x1 plus x2 oldu kökdə 3. Burada minus olduğu üçün olur x kvadrat çıx kökdə 3 x çıx 6. O da bərabərdir 0. Deməli kökləri kökdə 12 mənfi kökdə 3 olan kvadrat tənli olur x kvadrat çıx kökdə 3 x çıx 6 bərabərdir 0. O da cavab edir D bəndi. İndi burada yenə 2019-cu il 1-ci qrupa qəbula düşən sualda deməli yenə köklərin cəmini tapırıq. x1 plus x2 bərabərdir. Bu elə ki x1'dir, bu da x2'dir. 1 çıx kökdə 3, 1 plus kökdə 3. Bunları toplayanda cavab edir 2. x1 vur x2 isə nə edir? 1 çıx kökdə 3, 1 plus kökdə 3. Bu da A çıx B, A plus B olduğu üçün 1 minus 3, 1'in kvadratı çıxılsın kökdə 3'ün kvadratı. Bu da eləyir mənfi 2. Deməli köklərin hasılı oldu müsbət 2, daha doğrusu cəmi oldu müsbət 2, hasılı isə oldu nə? Mənfi 2. İndi gətirib yerinə yazsaq, bayaq yazdığımız qaydaya görə x1 plus x2 vurulsun x üstə gəl x1 vur x2. Deməli bu da edir x kvadrat. x1 plus x2 2 olduğu üçün çıx burada 2x çıxılsın 2. Bu da cavab oldu B bəndi bərabərdir 0. Deməli həmin kvadrat tənliyimiz x kvadrat çıxılsın 2x çıx 2 bərabərdir 0 olmuş olur. İndi isə deməli Viet teoreminin tərsi olan teorem var. Deməli kökləri x1 və x2 olan ədədlər ax kvadrat plus bx plus c bərabər 0 tənliyin kökləri olarsa, onda kökləri 1/x1, yəni əvvəlki tənliyin köklərinin tərsi olan tənliyi yazmaq lazım olursa, onda A və C-nin yerini dəyişmək lazım olur. Yəni əslində bunu qaydanı əzbərləmədən də bilmək olar. Misal üçün bu sualın üzərində yazaq. Deməli x1 plus x2 bərabərdir olur mənfi 10. x1 vur x2 də olur 9. İndi deyək kökləri 1/x1 və 1/x2 olan tənli yazanda birinci bunların köklərin cəmini tapır. Köklərin cəmi x1 vur x2 olur yuxarıda x1 plus x2. O da mənfi 10/9. Hasılı isə 1/x1 vurulsun 1/x2. O da nə olur? 1 bölünsün x1 vur x2. Bu da olur 9'da 1. İndi onda köklərin cəmi bu. Hasılı isə bu olarsa, onda x kvadrat əks işarə ilə olduğu üçün üstə gəl 9'da 10x üstə gəl 9'da 1 bərabərdir 0. Bunu da hər tərəfini 9'a vuranda alırıq 9x kvadrat üstə gəl 10x
üstəgəl 1 bərabərdir 0. Yəni bu tənli ilə bunun arasında bir dənə fərqin olduğu A ilə C-nin yerini dəyişməsi. A burada 1-dir, C 9-dur. 9 gəlir A-nın yerinə, A da gəlir C-nin yerinə. Burada yəni 9-un yerinə. 1 gəlir, 9 gəlir 1-in yerinə, 1 də 9-un yerinə. Alırıq belə kvadrat təni. Deməli, kökləri x1, x2 olan kvadrat təni verilsə, 1 bölü x1 və 1 bölü x2 olan kvadrat tənini tapmaqdan ötürü A ilə C-nin qiymətinin yerini dəyişmək lazımdır. İndi isə bir kvadrat tənlik, deməli, kvadratın kvadratı x-dir 4, 4 dərəcəli kvadrat tənlik ifadəsində olur. Yəni, x-dir 4 çıx A x-dir 4 plus bx kvadrat plus c bərabərdir 0. Ümumiyyətlə, bu şəkildə olduğu zaman bir kvadrat tənlik verildiyi zaman orada x kvadratına t əvəzləməsi aparıb həll eləmək olur. Və yaxud da bu şəkildə verilibsə, tutaq ki, bu başqa da verilə bilər. Məsələn, yaza bilər x üstə 6 çıxılsın 2x kub çıx 8 bərabər 0. Burada da x kubuna t deyib, əvəzləmə deyib apara bilər. Burada olacaq nə? Məsələn, t kvadrat çıx 2t çıx 8 bərabərdir, yenə 0 olacaq. Burada x üstü 4 çıx 2x kvadrat çıx 8 bərabər 0 olduğu üçün x kvadratına t əvəzləməsi aparıb burada həll eləmiş oluruq. Və burada köklərin birini alırıq 2, birini alırıq mənfi 2. Burada t1 olur 4, t2 olur mənfi 2. X kvadrat mənfi 2 ola bilmədiyi üçün bu hala baxmırıq. Yəni, bu 4 dərəcəli olmağına baxmayaraq bunun 2 dənə kökünü tapmış oluruq. Amma burada ikinci kökdə müsbət olsaydı, onda bu tənliyin 4 həlli olmuş olacaqdı. Deməli, burada ümumi olaraq hər zaman baxmaq lazımdır ki, A x-dir 2n, B x-dir n isə, deməli, x-dir n-ə t əvəzləməsi deyib, ona görə tənliyi həll eləmiş oluruq. Yəni, burada əvəzləmə aparıb, kvadrat tənliyi gətirib, sonra kvadrat tənliyin köklərini tapıb, aparıb əvəzləmədə yerinə qoyub, sonra da əsas tənliyin köklərini tapmış oluruq. Əgər kvadrat tənliyin əmsalları cəmi 0 olarsa, ax kvadrat üstəgəl bx üstəgəl c bərabərdir 0, a üstəgəl b üstəgəl c bərabərdir 0. Onda tənliyin kökü bir kök olur 1, digər kökü isə olur c böl a. Yox, əgər a çıx b üstəgəl c bərabər 0 olarsa, onda tənliyin bir kökü olur mənfi 1, digər kökü isə olur mənfi c böl a. Misal üçün yazıram, tutaq ki, 100x kvadrat çıx 93x çıx 7 bərabərdir 0. Burada görür ki, 100 çıx 93 çıx 7 0 olur. Onda kökün biri olacaq 1, digər kök isə olacaq mənfi 7 böl 100. Və yaxud da deyirəm ki, tutaq ki, yazıram 55x kvadrat üstəgəl 63x üstəgəl 8 bərabərdir 0. Görür ki, 55 çıx 63 üstəgəl 8 bərabərdir 0. Onda kökün biri olur mənfi 1, digər kök isə olur mənfi 8 böl 55. Yəni, bunu diskriminantla tapsaz, eyni kökləri tapmış olacaqsınız.